Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bayıl arenadayıq və bugün AFFA U13 liqasında mövsümə yekun vurulur. U13 liqasının final maçında Neftçi Qarabağla qarşılaşır. Heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamızda qapını 12 Elmar Abbaslı qoruyur. 23 Rəsul Abuzov. 4 Riyad Cavadov, 5 Muhammed Əli Abdullazadə, 44 Hüseyin Həsrət, 11 Bəxtiyar Bayramlı. İndi isə Qarabağ komandasının heyəti Qarabağda qapını 12 Amid Şabanov qoruyacaq. 4 komandanın kapitanı Elgün Həbibov, 3 Yusif Əliyev. Fit səslənir. Final start götürür. Neftçiyə uğurlar arzulayırıq. Dərhal İləri ötürmə sol cəha. Burada qayda pozulmuşdu. Neftçi futbolçuları başladılar. Top oyuna daxil etdilər. Oyundan kənar vəziyyət yoxdur. Adil Şabanov! Gol! Neftçi finalda hesabı açır. Komandanın kapitanı Adil Şabanov. Əla açıldı müdafiənin gerisinə. Və gözəl zərbə ilə, dəqiq zərbə ilə topu qapıdan keçirdi, hesabı açdı Adil. Bitirmə anında burada 3 nömrəli futbolçu Yusif Əliyev. Oyundan kənar vəziyyəti pozurdu. Komandasını qoldan xilas edə biləcəkmi? İbrahim Müzəffərli və Elmar Abbaslı. Təkrar zərbə top qapıdan keçir. Elmar Abbaslı penaltini dəf etsə də təkrar zərbə qolla nəticələnir. Çox təəssüf, çox təəssüf. Korneri başladılar. Ötürmə qapı qarşısına başla uzaqlaşdırır futbolçumuz və bununla da birinci hissə başa çatır. Qaytardı, dəf etdi, amma təkrar zərbədən sonra İbrahim Müzəffərli hesabı bərabərləşdirə bildi və komandalar fasiləyə 1-1 hesabı ilə yollandılar. İkinci hissə başladı. Bir daha Neftçiyə uğurlar arzulayırıq. Heydər Mustafayev, Heydər ötürmə, indi orada James yaxşı ötürmə verir və epizodun təkrarı. Ötürmə həlledici oldu. Top Qarabağ futbolçularında. Ötürmə geriyə. Orada təzyiq etdi futbolçularımız, aldı topu Mehdi Mərdanov. Mehdi sağ cinahla oynayır. Dərhal irəli ötürmə. Yaxşı anda Adil Şabanov. Açırma zərbə. Adil gol! Adil Şabanov! Dubledir Adil. 2-2. Şabanov bütün komandanı yığır başına kapitan. Adil qapçını qabaqladı. Vaxtında aşırma zərbəni vurdu və topu keçirdi qapıdan Şabanov. Bu da maçın əlavə vaxtının final fiti. Sarı vərəqə də göstərildi son anda orada. Qarabağın 17 nömrəli futbolçusuna Əli Aşurluya sarı vərəqə göstərilir və penaltilər seriyası oynanılacaq. Rəhimovun zərbəsi, Elmar sanki topa toxundu, amma yetərli olmadı. Top keçir qapıdan. Penaltilər seriyasına qolla başlayır Qarabağ komandası. Elay Kəlbiyev fit səslənir. Elay gəlir. Elay Kəlbiyev topu çıxardı. Amid Şabanov penaltini dəf edir. Bu seriyada penalti dəf edəcək, etməlidir. Fit səslənir. Xəlil Quluzadə yaxınlaşır. Zərbə dəqiq alınır. 2-0 olur hesab. Fit səslənir. Emin gəlir. Emin Kazımov. Top qapıdadır. Emin Kazımov dəqiq oynayır. 2-1. Bir penalti qaytarmaq lazımdır. Topun yanındadır. Fit səslənir. Heydər gəlir. Mustafayev Elmar Abbaslı çıxardı penaltini. Elmar oyun boyu da bu rəqibinin Heydər Mustafayevin bir neçə zərbəsini dəf etmişdi. Fit səslənir. Şabanov! Adil Şabanov top qapıdan keçir. 2-2 hesab. Adil Tunar Məmmədov. Tunar gəlir. Məmmədov zərbə dəqiqdir. Zərbə dəqiq alınır. Top qapıdan keçir. Fit səslənir. Mehdi Mərdanov. Top qapıdan keçir. Mehdi Mərdanov dəqiq oynayır. 3-3. Əli Aşurlu
Penaltini yerinə yetirəcək Fit səslənir. Əli gəlir, Əli Aşurlu topa yaxınlaşır. Əli zərbə vurur, qaçırır Əli. Qeyri-dəqiqdir zərbə. Top qapının üstündən keçir. Bir gol lazımdır. Bu penalti gol olsa Neftçi çempiondur. Fit səslənir, Rəsul gəlir. Rəsul, Abuzov gol! Neftçi çempiondur. U13 liqasında 2025-2026-cı illər mövsümünün çempionu Neftçidir. Finalda Qarabağı məğlub edən komandamız